Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilərim. Bugün sizinlə dana ətli, suxarili, çox dadlı bir salat hazırlayacağım. Əgər fərqli və baxımlı salat axtarırsınızsa, bu resept tam sizlikdir. Əvvəlcə əti doğrayırıq. Bizə 350 qram dana əti lazımdır. Dana ətini gördüyünüz kimi zolaqvari, uzunsov şəkildə incə-incə doğrayırıq. Tavaya kar yağı əlavə edirik. Doğradığımız əti içərisinə əlavə edərək ocağın gür ateşində ətin rəngi dönənə qədər qarışdırırıq ki, öz kəfini salmasın. Ətin rəngi döndükdən sonra dana əti biraz gec pişən olduğu üçün üzərinə də yarım stəkan su əlavə edirəm və qapağını qoyub ocağın çox az vam ateşində tam yumşalana qədər, suyu çəkilənə qədər bişirirəm. Bu arada da tərəvəzləri doğrayıram. Bizə bir ədəd iri ölçüdə xiyar lazımdır. Xiyarı yuyub quruladıqdan sonra gördüyünüz kimi çox xırda olmamaq şərti ilə kub-kub doğrayıram. 10 ədəd çeri pomidorundan istifadə etdim. Çeri pomidorlarını da ortadan 2 yerə bölürəm. Əgər adi pomidordan istifadə etsəniz, onda bir ədəd iri ölçüdə pomidor götürüb onu gördüyünüz şəkildə bu ölçüdə doğran, yəni çox iri qalmasın. Daha sonra isə kvadrat bir qab götürürük. Kahları da təmiz-təmiz yumuşam. Qurulamışam. Mütləq qurulamaq lazımdır ki, sulu nəm qalmasın. Burada bir dəstə kahının mən yarısını istifadə etdim. Çünki dəstədə bildiyiniz kimi çox yarpaqlar olur, kahının yarpaqları. Ona görə yarım dəstə kahıdan istifadə etdim. Bıçaq vurmadan sadəcə kahları əlimlə qopardıram və qabımın içərisinə əlavə edirəm. Yenə də qeyd edirəm, kahını yuduqdan sonra mütləq bir çay dəsmalına bükün ki, tamamilə suyu süzülsün, canında suyu qalmasın. Və gördüyünüz kimi bir xeyli yarım dəstəsini demək olar ki, əlimlə doğradım, qabımın içərisinə əlavə edirəm və bu salata dad verən, ləzzət verən xüsusi bir sosu var ki, indi o sosu hazırlayacağım. Kahını bir kənara qoyuram və salatın sosunu hazırlayıram. Bu salat üçün bizə lazımdır 3 yemək qaşığı dolu mayonez. İstədiyiniz dadlı, ləzzətli mayonezdən istifadə edə bilərsiniz. 3 yemək qaşığı dolu mayonezin üzərinə 1 yemək qaşığı dolu dadlı, ləzzətli xama əlavə edirik. Yarım çay qaşığından az duz, yarım çay qaşığından az zövqə görə qara istiot və yarım yemək qaşığı da limon şirəsi əlavə edirik. Limon şirəsini çox əlavə etməyin ki, çox turş alınmasın. Üzərinə də zövqə görə bir kiçik diş sarımsağı əzirik və bunu da əlavə edirik içərisinə və bu sosu yaxşı-yaxşı qarışdırırıq. İnanın ki, bu sos salata o qədər dad, o qədər ləzzət verir ki, çox möhtəşəm alınır. Sosa duz, qara istiot əlavə etdiyim üçün ətə və tərəvəzlərə sonradan duz vurmadım. Burada artıq ətin suyu çəkilib. Suyu tamamilə çəkilməlidir, qətiyyən suyu qalmalı deyil, yağa düşməlidir və yağa düşəndə artıq ət yumşalanda üzərinə yarım çay qaşığı paprika əlavə edirik, qarışdırırıq. Və biraz da qızardıram. Gördüyünüz kimi burada artıq mən gür odda biraz da əti qızardıram. Suyu tamamilə çəkilib, yağa düşüb bir qədər də qızartdıqdan sonra ocaqdan götürürük və ilk istiliyinin çıxmasını gözləyirik. Kahının üzərinə hazırladığımız bu sosdan 3 yemək qaşığı əlavə edirik və yayırıq üzərinə. Daha sonra isə elə isti-isti əti də üzərinə əlavə edirik və hər tərəfinə yayırıq. Fərqli salat resepti axtaranlar üçün möhtəşəm bir seçimdir. O qədər ləzzətli, o qədər dadlı bir salatdır ki, mütləq videonu yaddaşa verin, bəyənməyi unutmayın. Yaxınlarınızla da paylaşın ki, onlar da hazırlasınlar. Əti də üzərinə əlavə edib yaydıqdan sonra burada mənə rahat olsun deyə hazırladığım sosu sıxma torbasının içərisinə əlavə etdim. Uc hissəsini kəsdim və belə rahatlıqla əlavə edirəm. Burada mən kahının və ətin üzərinə, yəni bolluca bu sosdan əlavə etdim. Gördüyünüz kimi üzərinə də 3-cü olay olaraq doğradığım xiyarları əlavə etdim. Xiyarın da üzərinə mayonez əlavə etdikdən sonra üzərinə konservləşdirilmiş bir banka, yəni 400 qram yaşıl noxud əlavə edirəm. Hər tərəfinə yayıram. Əvvəlcədən yaşıl noxudu mütləq bir süzgəcin üzərinə əlavə etmək lazımdır ki, suyu tamamilə süzülsün. Yaşıl noxudun da üzərinə sos əlavə edirik və çeri pomidorlarını əlavə edirəm. Pomidorların üzərinə çox az sosdan əlavə etdim. Çünki pomidor özü sulanan olduğu üçün onun üzərinə həmin hazırladığım o qarışımdan sosdan az əlavə edirəm. Pomidorların da üzərinə gördüyünüz kimi Holland pendiri sürtkəcin iri gözündən keçirdirəm. Burada yenə də qeyd edirəm 125 qram Holland pendirindən istifadə etdim. Artıq Holland pendirinin üzərindən qətiyyən sos əlavə etmirik. Holland pendirinin üzərindən sadəcə son olaraq suxari əlavə edirik. Paçkada olan bu suxarilər də bütün iri marketlərdə satılır. Alıb istifadə edə bilərsiniz. Mənim aldığım suxarilər uzunsov olduğu üçün yarısını elə uzunsov şəkildə, yarısını da əlimlə qırıb, yəni xırdalayıb üzərinə əlavə etdim.
Amma onu da nəzərinizə çatdırım ki, suxariləri mütləq salatı süfrəyə verərkən, süfrəyə servis edərkən əlavə etmək lazımdır ki, qalıb yumşalmasınlar. Və bu da salatımız. İnanın ki, o qədər dadlı, o qədər ləzzətlidir. Nəzərinizə çatdırım ki, bu salatı hazırladıqdan sonra mütləq soyuducuda saxlayın. Artıq süfrəyə verərkən, servis edərkən suxarini üzərinə əlavə edib servis edin. Çox ləzzətlidir. Mütləq hazırlayın. Videonu yaddaşa verin ki, itirməyəsiniz. Bura qədər videomu izləyib, bəyənən, rəylərdə xoş sözlər yazan hər kəsə, hər bir izləyicimə də öz təşəkkürümü bildirirəm. Allah sizləri qorusun. Yeni videolarda görüşmək ümidilə. Sağ olun, salamat qalın.